Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün fevral ayının 16-sıdır. Həftənin bazar ertəsi günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Xəbər verdiyimiz kimi təbbin icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib və onun niyə vəzifədən azad edilməsi ilə bağlı hər hansı bir rəsmi məlumat olmasa da, amma müxtəlif versiyalar səslənir. Bildirilir ki, təbibdə yoxlamalar aparılıb və yoxlamalar nəticəsində bir çox demək çatışmazlıqlar meydana çıxıb. Son olaraq 2025-ci ilin sentyabrında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən təbibdə yoxlamaların aparılması ilə bağlı da məlumat yayılmışdı. Vüqar Qurbanovun da vəzifədən azad olunmasının sözü gedən yoxlamaların nəticəsi ilə əlaqəli olması da istisna olunmur. İddialara görə yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb və burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir. News 365 saytı təbibin artıq keçmiş olan sədri Vüqar Qurbanovun şəxsi avtomobilinin markasını və nömrəsini də əldə edib. Daha doğrusu News 365 saytı milli aza istinadən bu xəbəri yayır. Bəli, Vüqar Qurbanovun şəxsi avtomobili 99 VJ 999 nömrəli BMW X7 markalı mini demək vasitəsidir ki, məhz Vüqar Qurbanov həmin avtomobilin nömrəsini də təsadüfən seçməyib. Belə deyilir açıqlamada. Qeyd edək ki, sözü gedən BMW X7 markalı avtomobilin orta bazar dəyəri 250-300 min manatdır.